Neftçala səyahətimiz başlayır. Salam dostlar, hər vaxtınız xeyir. İnşallah Neftçalıya gedirik. Gördüyünüz məşhur o körpüdür. Düzü köhnəli. İlk bizi şəhidimiz qarşılayır. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Xəyal mənim sinif yoldaşım idi. Allah sənə rəhmət eləsin. Kəndimizə giriş edirik. Həqiqətən çox gözəl bir kəndimiz var. Havası, insanları, təbiəti. Həqiqətən də buranın çox doğmadır. Çünki mən burada böyümüşəm. Buranın havası bir başqadır, təbiəti bir başqadır, insanlar bir başqadır. Düzdür, ömrümün çox hissəsini Bakıda keçirmişəm, ancaq uşaqlığım rayonumuzda keçib. Burada dostlar gördüyünüz kimi toyuqlara görürük və balaca quzu balaları bizə baxır. Bunlar mənim dayım qızlarıdır. Çox istəyirlər məni, onlarla UEFA çempionatı keçirdirik. Bura aşxanadır. Aşxanaya giriş edirik və bura mənə çox doğmalı həqiqətən. Buranı balaca vaxtı mən kraskalamışam. Burada mən günlərim keçib, uşaqlıqlarım keçib həqiqətən də. Cücələr var burada, sakinlərdir. Allah xeyir versin, bərəkətli olsun. Ən sevdiyim Nərgiz gülüdür. Və dayım qızı ilə çıxıram gəzməyə, qonşuya getməyə. Gün batımı burada bir ayrı bir gözəllik qatır ətrafa. Burada aşxanadır, nənəmgilin aşxanası. Çox yaşıllıq, çəmənlik və çox dadlı bir çay. Həqiqətən də çayın yerini heç nə vermir. Yenə məni görürsünüz, dayım qızıdır. Quşların səsi həqiqətən uşaqlığım yadıma düşür birinci sinifdə oxuyanda. Atamla dayımı görürsünüz, onlar necə proyekt haqqında danışırlar və burada bizə balıq veriblər, sağ olsunlar. Və buranın ayı. Həqiqətən də Şamaxıda olduğu kimi burada da ay çox yaxından görsənər. İnşallah sabahları görüşənədək. Sabahları balığımız olacaq.